Salam uşaqlar. Bugün sizlərlə Birinci Dünya Müharibəsi dövründə Azərbaycan mövzusunu danışmaq istəyirəm. Ümumiyyətlə, Birinci Dünya Müharibəsi 1914-1918-ci illərdə baş vermişdi. Burada qeyd eləmişəm. Birinci Dünya Müharibəsi kimlərin arasındaydı? Qısaca bu məsələyə toxunmaq istəyirəm. Antanta hərbi bloku və Üçlər İttifaqı arasında başlamışdı. Hansı ki, Antanta hərbi blokuna daxil idi Fransa, Rusiya, İngiltərə, Üçlər İttifaqına isə daxil idi Almaniya, Avstriya, Macarıstan və İtaliya. Bunlar bir-birinə qarşı mübarizə aparırdılar. Bura bir dənə yazım: Rusiya, İngiltərə, Fransa. Bura isə İtaliya, Almanya, bir də Avstriya, Macarıstan. Daha sonra İtaliya müharibənin gedişində tərəf dəyişdirir, keçir Antanta tərəfinə. Bu Avstriya, Macarıstan, Almaniya isə Osmanlı və Bolqarıstanda qoşulur. Biz bunu keçirik ümumi tarixdən. Amma burada bunu nəyə görə mən vurğulayıram bizim üçün? Çünki biz Azərbaycan olaraq, Azərbaycan deyə bir dövlət yoxdur bu illərdə, bilirsiniz. Yalnız 1918-ci ilin mayında yaranmışdı. Yəni biz o dövrdə Rusiyanın tərkib hissəsiyik və Rusiyanın tərkibində savaşırıq. Osmanlı isə qarşı tərəfimizdədir, qarşı cəbhədədir. Məhz bu səbəbdən də Ruslar Azərbaycanlılara güvənmirdilər. Ona görə də müharibəyə cəlb olunmuş Azərbaycanlıları Qafqaz cəbhəsində Osmanlılarla döyüşdürmürdülər. Onları Almaniya və Avstriya, Macarıstan cəbhəsinə göndərirdilər. Çünki Azərbaycanlılar Rus tərəfindən Osmanlı ilə döyüşəndə xəyanətli üzləşə bilərdilər Ruslar. Buna görə də güvənmirdilər. Müharibənin deməli dövründə müxtəlif dövlətlərin Azərbaycanda maraqları var idi. İngiltərə, Fransa, Almaniya, Osmanlı təbii ki, nə idi əsas məqsədləri bunların? Bakı neftini ələ keçirtmək istəyirdi. Yalnız Osmanlının məqsədi turançılıq ideyası ilə bağlı idi. Belə ki, Azərbaycanı da ələ keçirmək və Mərkəzi Asiyanın türk dövlətləri ilə bir, belə deyim, bir yol, bir koridor yaratmaq istəyirdi. Əsas məqsədi bundan ibarət idi. Sonra burada Aslanxan Xoyskinin adını qeyd eləmişəm. 1915-ci ildə o Osmanlıya göndərilir Difai Partiyası adından və orada Əhməd Paşa ilə, üzr istəyirəm, Ənvər Paşa ilə görüşür və orada Azərbaycanda müstəqil dövlət yaratmaq ideyasını birlikdə müzakirə eləyirlər. Ümumiyyətlə, Birinci Dünya Müharibəsi dünyada 4 cəbhədə gedirdi. Qərb cəbhəsi, Şərq cəbhəsi, Balkan və Qafqaz cəbhəsi. Qafqaz cəbhəsi dediyimiz cəbhədə Rusiya və Osmanlı savaşırdı ki, bunun da ən məşhur döyüşü Sarıqamış döyüşüdür. Ruslar qalib gəlir, Osmanlılar məğlub olur. Səbəbi isə havanın soyuq olmasıydı və Rusların silah baxımından güclü olmasıydı. Və bundan sonra artıq Cənubi Azərbaycandan Osmanlı qoşunları çıxır və Cənubi Azərbaycan Ruslar tərəfindən ələ keçirilir. Bu da Rusiyadakı fevral inqilabına qədər baş verir. 1917-yə qədər. 1917-ci il fevral inqilabından sonra Ruslar da tərk edir Cənubi Azərbaycanı və Cənubi Azərbaycan artıq ingilislərin əlinə keçir bundan sonra. Məsələn, bu Azərbaycanın, Şimali Azərbaycan və Cənubi Azərbaycanın oxşarlığıdır. İngilislərin deməli hücumuna məruz qalması Birinci Dünya Müharibəsi illərində həm Cənubi Azərbaycan, həm də Şimali Azərbaycan İngilis qoşunlarının hücumuna məruz qalmışdı. Düzdür, Şimali Azərbaycana da hücum o şəkildə deyə bilmərik, amma gəlmişdilər. Məsələn, Den Serveri götürə bilərik. İndi keçmişiz daha doğrusu Azərbaycan Xalq Cümhuriyyətində, sonra General Thompsonun gəlişini deyə bilərik. Və 1918-ci ildə bundan başqa Urmu bəlası adlanan bir hadisə baş verir ki, Urmu bəlası nə idi? Urmiya şəhərində baş vermişdi. Ermənilər və Aysorlar birləşərək Azərbaycanlıları burada soyqırım eləyirdilər.
Və bu soyqırımın qarşısını alan iki belə deyim nüans var idi. Birincisi Xiyabaninin fədai dəstələri idi. İkincisi isə Osmanlı qoşunları idi ki, onlar Urmu bəlasında ermənilərin Azərbaycanlıları qırmasının qarşısını aldı. Xiyabanini isə hələ keçməmisiniz. Xiyabani Cənubi Azərbaycanda azadlıq hərəkatının başçısıdır, vətənpərvər bir şəxsdir. Bunlar isə deməli, Birinci Dünya müharibəsində iştirak etmiş Azərbaycanlı şəxslərdir. Ümumiyyətlə birinci onu deyim ki, 1874-cü ildən etibarən deyirdi ki, müharibədə yalnız Slavyanlar iştirak eləyə bilər. Ruslar yəni iştirak eləyə bilər. Azərbaycanlıların müharibəyə getməsinə qadağa qoyulur. Çünki Azərbaycanlılara güvənmirdilər və onlara silah vermək istəmirdilər. 1887-ci ildə isə dedi ki, Azərbaycanlılar getmir, əskərliyə əcəb eləyir, getməsin, amma bizə vergi ödəsinlər. Və hərbi vergi tətbiq olundu. Yəni Azərbaycanlılar hərbi əskərliyə getmirdilər, bunun qarşılığında vergi tətbiq edirdilər. Birinci Dünya müharibəsində isə yalnız Azərbaycanlı zadəganların, varlı şəxslərin övladları gedib xidmət eləyirdi, iştirak eləyirdi. Yəni hər bir kəsə güvənmirdilər onlar, ruslar qəti şəkildə. Kimlər idi iştirak eləyən? Məsələn, Əliağa Şıxlinski, onun haqqında deyəcək ki, artilleriyanın Allahı adlanırdı. Artilleriya məktəbinin rəisi idi. Petrogradın toplarla mühasirəsini təşkil etmişdi. Şıxlinski üçbucağı deyə bir nə deyək, texnika kəşf eləmişdi. Dəqiq nişan alma texnikası idi bu. 1917-ci ildə isə müsəlman korpusunu yaratmışdı. Amma onu qeyd edeyim ki, müsəlman korpusunu yaradanda o artıq çıxmışdı. Yəni ruslara xidmət etməyi dayandırmışdı, istefa vermişdi və dekabrda, 1917 dekabrında müsəlman korpusunu yaradır. Bu Azərbaycanlıları müdafiə etmək məqsədi ilə yaratdığı bir korpusu idi. Sonra Səməd bəy Mehmandarov, bunu da tanıyırsınız. Müharibəyə başlayarkən general-leytinant idi. 1914-cü ildə Lodz əməliyyatında iştirak eləyir. Müqəddəs Georgi silahını verirlər ona. Ondan sonra tam general rütbəsi alır. İki Rus ordusunu Almanlara mühasirəyə düşməkdən xilas eləyir. Və bir sıra ölkələrin, Rusiyanın, Fransanın medalları ilə təltif olunur. Bu hər ikisinə aiddir. Onu deyim ki, Rusiya, Fransa medalları ilə təltif olunmaq bu hər ikisinə aiddir. Naxçıvanski Çarın yeganə yavəri idi. 1915-ci ildə Visla çayı sahilində döyüşdə Almanları məğlub eləmişdi. Əlaiddə süvari korpusunun komandanı olmuşdu. Qvardiya süvari korpusunun komandanı olmuşdu 1916-cı ildən. İbrahim Ağabəkilov hərbi topograf idi. Topograf xəritə çəkən deməkdir. Fərux Ağaqayıbov isə ilk hərbi təyyarəçimizdir. O 1916-cı ildə Vilnius səmasında uçarkən qayb olur, gedir. Bir də bundan başqa Mirzə Kazım və Mirəsət bəy Talışxanovlar var ki, onlar da yenə Birinci Dünya müharibəsində iştirak etmiş Azərbaycanlılardılar. Müharibə ilə başlayar-başlamaz 1914-cü ilin avqustunda Tatar süvari alayı yaradılır, Vəhşi diviziya adlanır. Dediyim kimi, burada iştirak edənlər Azərbaycanın zadəgan təbəqəsindən olanlardır. Yəni, kasıblar burada iştirak edə bilməzdilər. Bu, Fərux bəy Vəzirov deyə bir şəxs var idi. O başçılıq edir bu yığıma, Vəhşi diviziyanın yığılmasına. Ondan sonra Vəhşi diviziyada iştirak edəcək olan əskərlər hər bir şey öz pullarını almalıydılar. Yəni silahdır və s. Bunları öz pullarına təchiz eləməli idilər. Gedərkən andlı öhdəlik imzalayırlar. Onlar buraya yazmamışam, amma şifahi şəkildə deyirəm. Bundan başqa andlı, üzr istəyirəm, Tatar süvari alayı Bruslyov hücumunda iştirak eləmişdi 1916-cı ildə və Kornilov qiyamında da iştirak eləmişdi 1917-ci ildə. Ondan sonra qadınların qiyamı var. 1916-cı ildə mühtəkirliyə qarşı idi bu, Şimali Azərbaycanda. Bu mühtəkirliyə qarşı olmağı keçmişik 1898-ci il
Zeynəb Paşa üsyanı ilə oxşarlıq təşkil eləyir. Bu hər ikisinin oxşarlığıdır. Cənubi Azərbaycana gəlincə isə burada Təbrizdə xalça şirkəti açılmışdı Alman kapitalı tərəfindən 1912-ci ildə, bundan danışa bilərik. Ümumiyyətlə, Birinci Dünya müharibəsi, müharibə varsa bu təbii ki, iqtisadiyyata böyük miqdarda zərər vurur. Yəni, test işləyərkən buna diqqət yetiririk. Sənaye sahəsində olsun, ümumiyyətlə, iqtisadiyyatda çox böyük böhranlara səbəb olmuşdu Birinci Dünya müharibəsi də. Sənayenin bütün sahələri müharibəyə xidmət etməyə başlamışdı. Hətta məsələn Slavyanların hamısını, yəni qeyri-müsəlmanların hamısını cəbhəyə aparırdılar. Bircə dənə Gədəbəy misəritmə zavodunun işçilərindən başqa, qeyri-müsəlman işçilərindən başqa. Onları ona görə aparmadılar ki, cəbhəyə. Onlar həmin bu zavod da cəbhə üçün işləyirdi. Ona görə onları burada saxlayırlar. Bundan başqa Hacı Zeynalabdin Tağıyev özü cəbhə üçün işləməyə başlayır, toxuculuq fabriki ilə bir yerdə. Yəni belə. Ümumilikdə iqtisadiyyatımıza da, sənayenin vəziyyətinə də böhranlı bir hal gəlir Birinci Dünya müharibəsi dövründə. Belə, bu qədər.